Aha, demək uşaqlar, bugünkü dərsimiz sizlə lambda funksiyası, built-in funksiyalar nədir, bunlar haqqında danışacağıq. Yəni sadə dildə çalışacağam ki, izah edeyim. Lambda funksiyası məsələn bizim riyaziyyatda ilə istifadə etdiyimiz tənliklər falan var ki, o funksiya deyirik də, o funksiyaların tənlikləri olur, orada dəyişənləri tapırsan və s. Misala uyğun həllər eləyirsən. Bax burada lambdada Pythonda yəni həmin o riyaziyyatdakı məsələləri, misalları əvəz edir. Yəni bizim bildiyimiz def kimi bir funksiya deyil. Sadəcə daha çox, yəni 90% hesablama yönümlü bir funksiyadır ki, biz məsələn bunun o riyazi tənlikləri falan həll edə bilərik. Məsələn, deyək ki, belə bir funksiya var, 3x + 2. Burada sənin dəyişən x-dir, x-a dəyərlər verə-verə funksiyanın cavabını alırsan. Bax, beləsinə bir işə yarayır lambda bizdə. Belə tərifi də ki, buna bir sətirlik funksiya deyirlər. Başqa cür ad qoyulmamış funksiya deyirlər. Yəni bu şəkildə dediyim kimi bir tərifləri var. Məsələn, soruşsa bir sətirlik funksiya nədir? Deyin lambda. Yəni ad qoyulmamış funksiya o da lambdadır. Yəni belə bir terminoloji şey var, anlamı var bunun. Built-in funksiyalar bəs nədir? Built-in funksiyaları məsələn bilmək lazımdır. Built-in funksiyalar Pythonda əvvəlcədən yazılmış funksiyalardır. Hansı ki onu işlətmək üçün əlavə bir kitabxanaya, modula ehtiyac yoxdur. Başqa bir framework yazıb eləmirsən. Yəni built-in bu şəkildə yazılır, bir dənə baxın. Yəni bunlar proqramlaşdırma dili ilə bir yerdə yaranan funksiyalardır. Məsələn, bu da sizin qabağınıza çıxa biləcək bir termindir. Ona görə düşə bilər, məsələn, built-in funksiyalar nədir? Bunlar harda istifadə olunur? Nəyə lazımdır? Yəni bu şəkildə bilin ki, bunlar əvvəlcədən təyin olunmuş funksiyalardır. Bunlardan sən prosta istifadə edərək kodunu düzəldirsən və s. Məsələn, hansı funksiyaları tanıyırıq built-ində? Qarşısında yazıram. Məsələn, print, len, min, max, sum, sonra inputun özü, ABS olsun. ABS bilmirəm demişəm sizə yoxsa yox. Sorted olsun. Modulu tapırdı burada. Bunların hamısının böyründə bir dənə belə mötərizə var. Prosta mən tələsik yazdım. Mesela bu bildiyimiz funksiyalar hamısı built-in funksiyalardır. Ki bunlar əvvəlcədən təyin olunub gəlir. Məsələn, biri ilə print olsun. Ki bu printi biz yaratmadıq. Yəni sadə dildə də yadda saxlamaq istəyirsinizsə, lambda yəni bir sətrə sığan sadə funksiyadır. Built-in yəni Python içində hazır olan, işlək olan funksiyalardır. Sonra map falan funksiyası var. Onlar haqqında da danışacağıq sizlə. O sonra buradakı funksiyaları tək-tək işləyəcəyik. Built-in olmayan digər funksiyalara da baxacağıq. Def nədir? Bəs def funksiyası ilə bunların nə fərqi var? Def funksiyası belə deyək, funksiyanı tamamilə yaradır. Yəni böyük bir proqrama belə deyək gətirib çıxara bilir. Bir neçə sətirdən ibarət olur. Ad verirsən burada, amma lambda-da məsələn ad vermirsən. Və defin tərkibində çoxlu əmrlər, şərtlər yaza bilirsən. Oxunması da rahatdır və aydın kod yazmaq üçün də polun istifadə olunur. Nəyə görə? Çünki sən defə baxanda artıq bilirsən ki, burada sən nə etmək istəyirsən. Funksiyanın adı belə buna bəs eləyir. Amma bəzən lambda-da sən bunu tapa bilmərsən. Bəlkə də hər hansısa bir random bir misal ola bilər və işi çətinləşdirər bu şəkildə. Lambdanın strukturu necədir? Lambdanı yazmaq üçün məsələn bir dənə defdən istəyirsiniz nümunə yazaq, bir dənə də lambda ilə məsələn nümunə yazaq ki, siz bilin mən nəyi demək istəyirəm. Məsələn deflə bir dənə funksiya yaradanda def topla. Deyək ki, bir dənə 2 dənə parametrimiz var, A və B. Return A plus B. Yazırıq. Sonra burada nə bilim print eləyirik toplanı, sonra funksiyalara ədəd veririk və bu şəkildə bizim nəticəmiz 25 olaraq ekrana çıxır. Bunu biz bilirik. Bu deflə yazılmış formasıdır. Bəs mən bunu məsələn lambda ilə yazmaq istəyirəm. Hansı ki burada düstur var, burada dəyişən var, parametr var. Məsələn bunu necə yaza bilərəm? Bir dənə belə bir
dəyişən yaradıram. Və bunun da adını qoyum toplam bərabərdir lambda A vergül B. Qoşa nöqtə qoyuram. Düsturu yazıram. A plus B. Strukturu necə oldu? Lambda yazırsan, qarşısında parametrləri yazırsan, sonra parametrlərə aid olan düsturu yazırsan. Print eləyəndə də toplamı sənə deyəcək ki, burada A ilə B-ni daxil elə. Yenə 10, 15. Daxil edirsən və proqramın həll olur. Bu bir sətr. Buradakı 2 sətri əvəz elədi. Və burada görürsünüz ki, biraz fərqlidir. Məsələn, print type eləyək. Toplamın tipinə baxaq. Görürsən, function olduğunu görürük burada. Görək, burada toplamın da funksiyası tipinə baxa bilirik. Ədəd yazmalıyam, yaxşı. Burada bilsiz niyə belə olur? Bu, çünki 10, 11 returnla vermişik deyə. Konkret olaraq nəticəni, məsələn, funksiyaya mənimsədir. Bax, burada da print edəndə biz nəyi? Mən həmişə sizə demişəm ki, bu bir x kimi düşünün. Çünki bu x-in bir nəticəsi var. Ona görə bizə integer verir. Amma burada konkret olaraq biz funksiyanı bir dəyişənə mənimsədirik deyə. Ona görə bunun tipi mütləqdir ki, funksiya olmalıdır. Bunun nəticəsi nə olursa olsun. Amma burada, məsələn, eləncəsinə deyil. Bu strukturla bunu tapa bilməyəcəyik. Belə. Məsələn, lambdadan bu yazılış qaydası aydın oldu biraz. Bəli. Az da olsa başa düşdük necə yazılır. Bəli. Ha, tamam. Bəli. Onda biraz lambdaya aid nümunələr işləyək. Sən deflə falan müqayisəsi üçün. Sənə necə bir nümunə yaradaq? Deyək ki, tənlik qoyaq elə bir dənə. Lambda. Sən x, y. Məsələn, 3 vurulsun x plus, nə bilim, 2 vurulsun y. Yəni, məsələn, riyaziyyatda olur da beləsinə tip tənliklər, məsələlər, misallar. Onları, məsələn, lambda ilə eləməyimiz daha yaxşı olar. Print tənlik. Yəni, buraya qoşa nöqtə atırsan, nə bilim, 10, 11 olsun. Yəni, bu 10 uyğun olaraq birinci x-a, ikinci də y-ə mənimsəyəcək. Yəni, çalışdıraq. Nə oldu? 10-u vurdu x-a. 3-ə vurdu 30, 11-i 2-yə 22 topladı. 52 olaraq ekrana gəldi. Sonra məsələn belə bir nümunə yazaq, kvadrat da yüksəltmə kimi. Yenə bir dənə lambda yazırıq. X yazırıq, tək dəyişənlə işləyirik. Tək dəyişənlə də eləmək olur, yəni bunu heç bir problem yoxdur. İstədiyin qədər dəyişən ata bilərsən bura. Məsələn, print kvadrat 5. Yəni, burada bir dənə şeyə də fikir verin ki, mən burada gəlib x-a qiymət vermirəm. Yəni, düzdür, burada x-a qiymət verib, sonra o x-i bura ata bilərəm. Sadəcə bunu başa düşün ki, bu x dəyişəndən çox parametrdir. Sən burada ona qiymət verirsən. Yəni, əsas məsələ burada başlayır. Funksiyanı sən çağırırsan yenə də. Sən bunu çağırmasan, bu işləməyəcək. Kvadrat deyib çağırırsan, sonra onun parametrinə qiymət verirsən və hesablama ilə nəticəsini verir sənə. Yəni, buna bərabər bir şeydir. Sadəcə tək bir sətirdə, yəni tək bir funksiya üzərində sənin üçün bunu izah edir. Sonra məsələn görək biraz çətin nümunələrdən. Müəllim, o özü x-i tapıb verə bilmir bizə, məsəl üçün. Yəni x kvadratı bərabərdir, məsəl üçün 0 olsa.
Necə? Başa düşmədim. Xcode X özü hazır tapıb verə bilmir bizə. Məsəl üçün adi tənlik kimi yazsam var o. hə, deyirsən ki, sən cavabı verəsən, X özü tapsın, yəni nəticəni Bəli. verəsən. O yaxşı sualdır, amma burada olmayacaq o. Yəni biraz çətin məsələdir. Çünki əksini hesablaya bilmir də, əksini fikirləşə bilmir. Bu sən ancaq Bəli. deyir ki, mənə desən ədəd ver, hesablayım. Yəni sən deyə bilmirsən ki, məsələn nəticəsi bu olan bir ədədi tap ki. Maksimum onu bilsən necə eləyərsən? Məsələn maraqlı sualdır. Bir dövr yaradarsan. Bir dövr yaradarsan, deyərsən ki, x-in ala biləcəyi qiymətlər var, təyin oblastı. O olsun sənin dövrünün məsələn range. Nəticədə də şərt də qoyursan ki, məsələn funksiyanın nəticəsi bu olanda dövr dayansın. Onda gəlib x-i tapa bilərsən üçün. Başa düşdün necə? Bəli, aydındır. Elə məncə daha maraqlı olar. Yəni Python deyirsə Bəli. biz eləyənmərik, amma biz eləyərik. Gəl istəsə məsələn bir dənə nümunə eləyək. Məsələn Vaqif siz başa düşdünüz? Mən nə dedim orada? Bəli, aydındır. Başa düşürəm. Tamam, qəşəng. Sonra lambdanın digər funksiyalarla yəqin ki, Səid başa düşdüm yazım. Hə. Bir də lambda funksiyasının məsələn digər funksiyalarla inteqrasiyası var. Filtrdir, mapdir, falandır. Onlarla məsələn əlaqəsinə baxacağıq. Sonra ümumi məsələn danışaq lambda haqqında başqa məsələn bilməli olduğumuz nələr var. Sonra keçək digər funksiyalara. Məncə burada elə bir çətinlik olmayacaq. Elə Həsənin dediyi də nümunəni indi işləyəcəyik. Yəni dediyim kimi lambdanın strukturu, yəni lambdanın strukturundan yazaq. Lambda məsələn burada arqumentləri yazacaqsan, burada da ifadə. Yəni sənin burada dəyişənlərin olacaq, burada da düsturun olacaq. Yəni biraz da daha rəsmi dildə məsələn deyək. Rəsmi loru dildə. Məsələn mapdir, filtrdir, sorted kimi funksiyalarından istifadə etmək olar bunu da. Düzü, onlar haqqında hələ məsələn danışmamışıq. Amma elə məncə keçmək olar onlar haqqında da danışmağa. Məsələn, map funksiyası eləcə o Həsənin dediyi proqramı işləyək, eləncə məsələn tapaq. Çünki mən indiyə kimi məsələn elə bir şey işləməmişəm açığı Həsən. Amma indi sən sual verdin, mənim ağlıma gəldi ki, bunu belə bir şəkildə eləmək olar. Məsələn, necə? Deyək ki, tənlik birimiz olsun. Məsələn, necə? Lambda qoyaq. Bu da x-dir və demək. Nə bilim, 3 vurulsun x. Yəni kreativ bir təklifiniz yoxdursa, belə hər hansısa bir random bir şey ataq. Vurulsun x plus 13. Deyək ki, bizə nəticə nə lazımdır? Məsələn, x 11 olanda 33, 33-ün üstünə 13 gələndə neçə edir? 46. Yəni y-imiz 46 olanda bizim üçün burada dayansın. Y-imiz 46 olanda bizim üçün dayansın. Gəl onda belə eləyək. For i in range. Bunun üçün də 11-ə qədər keçməlidir. Təyin oblastında x-in məsələn veririk 1,20. Bu bizim x-in alacağı qiymətlər olsun. Yəni bunu i ilə ifadə elədik, düzdür. Sonra bir dənə şərt veririk ki, ya da ki tənlik 1. Burada i ataq. Bir dənə də şərt verək. Tənlik 1 i. If tənlik 1 i. Buna hələ ki ehtiyac yoxdur. Bunu bir dənə pasta saxlayayım. Ehtiyac olsa onun haqqında bir şey yazacağam. If tənlik i bərabərdir məsələn 46-ya.
print eləsin birinci i-ni. Sonra da elə tənlik 1-in i-sin. Bu şəkildə. Ya da brick versin bizim üçün. Bu şəkildə. Gəlin bir dənə çalışdıraq proqramı. İstədiyimizi aldıq. 11.46. Yəni burada artıq biz funksiya çağırmışıq dedik. Ta gəlib burada çağırmağa ehtiyac yoxdur. Yəni for funksiyanı yazdıq. Dövrümüzü yaradırıq. Dövrün daxilində funksiyanı burada çağırırıq. Sonra da həmin aldığımız dəyişənlə nəticəni çap edirik və brick veririk. Bu qədər. Aydın oldu bu. Aydın. Bəli. Məsələn bunu mən burada fikirləşirdim. Ona görə deyirdim ki, buranı boş saxlaya bilərik. Yəni bunu alana qədər o nəticələri görə bilərsiniz. Məsələn 1 qoydu 16 oldu, nə bilim 2 qoydu 19 oldu, 3-də 22, 11-də də 46 oldu və dayandı. Niyə 2 dəfə yazdıq? Çünki bir dəfə 11-i 46 burada eləyir, sonra burada şərti yoxlayır, bir dəfə də burada print eləyir. Ona görə. İstəsiz lap bunu yığışdıra da bilərik. 11.46. Amma sizə konkret nəticə lazımdırsa, onda bunu yığışdırıb təkcə bunu yazın. Bu da belə. Məsələn, səndə maraqlı suallar olur belə. Deyicilən işləyək. Lambda haqqında məncə müəyyən qədər bildik. Hələ ki, lambda haqqında çox danışmayacağım. Bu qədər başa düşmüşüksə, digər funksiyalardan da danışaq. Map funksiyası haqqında məsələn danışaq. Bir sualınız var burada. Xeyr, mənim yox. Burada məsələn bu funksiyalar yazmışıq sizlə. Bunların məsələn mənasını çoxsunu bilirik. Print məsələn çap eləməkdir, len uzunluğu tapmaqdır. Məsələn type da var hələ. Məsələn type-ı yazmamışam. Type tipi tapmaqdır. Minimum aralıqdakı ən minimum elementi tapır, maksimum da həmçinin maksimumu tapır. Sum məsələn cəmi tapır. Input istifadəçidən məlumat almaq üçün istifadə edirik. ABS modulu qaytarır, yəni müsbət bir ədəd verir. Sorted də sıralamaqdır. Məsələn, bu da belə. İndi map haqqında biraz danışaq. Map'in biraz quruluşu qarışıqdır. Map'lə burada bilmirəm işləmisiniz yoxsa yox. Məncə Həsən işləyib. Çünki baxdım mənə nümunələr atanda map'lə bir nümunəsi var idi onun. Map'in strukturu belədir. Map'də burada bir dənə function yazacaqsan. Burada da iterable yazacaqsan. Bu onun strukturudur. Bəs map funksiyası nə işə yarayır? Yəni bir siyahının hər elementinə eyni əməliyyatı tətbiq edəcək. Bizim bir dənə siyahımız olacaq və hər bir element üçün eyni əməliyyat tətbiq olunacaq. Nümunə verək. Məsələn, bir dənə siyahı yaradaq. Belə bir məsələn siyahıdır 1-dən 5-ə qədər. Məsələn, burada da kvadrat adında bir dənə funksiya yaradıram ki, yazılış qaydasına bir dənə diqqət edin. Yazıram list, bir siyahıya tətbiq edirik deyə. Map qoyuruq burada. Burada lap lambdadan da istifadə edə bilirik. Yazırıq lambda, funksiyamızı məsələn lambda ilə yazırıq. X düsturumuz x kvadratı, vergül qoyuruq num. Bu qədər. İndi burada bizim proqram nə edir? Bizim proqram onu edir ki, lambdada bir dənə düstur var ki, x-in kvadratı. Burada x-in alacağı qiymətlər namdan götürülür. Map yəni bunu hamısı üçün tətbiq eləməyinə belə deyək, kömək edir. Map'in məsələn biraz quruluşu qarışıqdır. Məsələn, bu biraz orta səviyyəli nümunədir. Bunun biraz sadəsində məsələn indi işləyəcəm. Məsələn, bunu da indi çap eləyək. Print eləyək məsələn kvadratı. 1, 4, 9, 16, 25. Mən məsələn bunu bura yazmasaydım. Görürsünüz ki, xəta verəcəkdir. Map'in çünki deyir ki, bir argumenti daha olmalıdır. Məsələn, indi burada biz gəlmişik, nam vermişik ya, bu bir dəqiqə. Bu bilirsiniz də yəqin ki, lambdaya aiddir.
bu bizim functionımızdır. Yəni burada olmalı olan. Nam da iterable'ımızdır. Map bunları bir-birinə tətbiq eləyir. Bunları bir-biri ilə əlaqələndirəndir. Listdəki onları bir siyahıya yığandır. Sən burada tip vermirsən ki, bunları bir dənə listə yığ. Gəl biz sən tapla yığaq. Dəqiqə. Bu bir dənə tapla yığdıq. Yəni bu list burada çox önəm daşımır. STR eləyə bilərikmi görək? STR eləsə təbii ki, bir normal nəticə vermir. Obyekt şəklində verir. Artıq obyekt yönümlü proqramlaşdırma qalsın sonraya. Int də eləyə bilmərik. Set məsələn eləyə bilərik. Yəni burada list xüsusi önəm daşımır. Bizim əsas fikir verəcəyimiz nədir? List yəni hara yığasan bunları? Siyahıdan gedirsə söhbət, ya bunu bir tapla yığ, ya bir setə yığ, ya bir listə yığ. Tək bir yerə yığ şuna. Əsas məsələ budur. Map-i yazdıq. Birinci hissəsinə function yazdıq. Yəni funksiya lambdanı keçdik deyə məsələn elə funksiyamızı bununla ifadə elədim. Lambdanı yazdım. Sonra da iterable'ımızı yazdım. Namı. Və nəticədə bu şəkildə oldu. Burada bir sual var. Yəni bu nümunədə. Əsas map'in strukturudur. Bir dənə məsələn onu başa düşün. Burada daha sadə nümunələr deyəcəm sizə. Aydın. Aha. Məsələn, başqa bir sadə nümunə. Biz 100% ki, burada bir funksiya yazmalıyıq. Ona görə lambdadan istifadə edirik. Məsələn, Həsən, sən burada funksiya yazanda lambdadan istifadə etmişdin, yoxsa başqa bir funksiyadan? O maraqlıdır. Maplə işləyəndə. Yox, lambda yazmamışdım. Lambda bilmirdim ona görə. Aha. Gəl onda biz Mən elə elə ki, 2 dənə ədədi götürmək üçün, daxil etmək üçün bir sətirdə yazmışdım ki, map int virgül input nöqtə split. Belə bir şey yazmışdım. hə, başa düşdüm. Yəni bildiyimiz məsələn bu adicə bu burada verdiyimiz built-in funksiyalar var ki, məsələn bunları da bir funksiya kimi biz işlədə bilərik də. Fərqi yoxdur ki, illa hamısı lambda olmalıdır. Mən ona görə soruşdum. Bu məsələn nətər? Def-lə məsələn gəlin ifadə eləyək lap onu. Def də bir funksiyadır. Düzdür, indi fikirləşərsiniz ki, def də bir funksiyadır. Mən istəyirəm o buradakı funksiyonun yerinə onu yazaq. Sən onu necə yazacağıq? Bir dənə def-lə məsələn funksiya yaradaq. Deyək ki, məsələn 2-yə vurma funksiyası. Məsələn, bunun adını nə qoyaq? Double qoyaq. Double qoyaq x. Returumuz nədir? X vurulsun 2. Все. Yenə bir dənə ədədlər adında bir siyahımız olsun. Nələri məsələn vuracaq? Bunları. Sonra bir dənə y adında bir dənə funksiyamıza dəyişən verək. Bunları məsələn bir dənə listə yığaq, map yazaq. Mən mapdən çox istifadə edən deyiləm. Düzdür, biraz mənə maraqlı da gəlir, amma həmçinin də maraqsız da gəlir. Nəyə görə maraqsız? Çünki çox yerdə istifadə eləmək olmur. Sadəcə məsələn belə tip həllərdə, belə tip misallarda. Amma istifadə edəndə adama biraz şey verir, maraq verir ki, yəni qəşəng əməliyyatdır. Yəni bir sətirdə böyük bir əməliyyatlar eləyir ki, halbuki sən bunu tək-tək eləsən, biraz 3-4 sətrə gəlir çıxır. Burada nəyə yazacağam artıq? Mən burada double funksiyam var da. Burada demək birinci yerə function yazmalıyam. Double yazacağam. Double yazacağam. Məsələn qiymətimizi vermirik. Qiymətimizi burada verəcəyik. Bir də veririk numbers. Numbers nə daha ədədlər yazmışam da mən buna. Başım şeydə qalıb elə ingilis dilində. Print də eləyək y2. Print də eləyək y2. Burada mənə deyir ki, x-a bir arqument vericilən bircə dəqiqə. Burada mötərizə yazmalı deyilik çünki. Çünki double funksiyasının özünü yazır. Necə ki, lambda-da da bu şəkildə yazıq. Bu şəkildə yazmamız bəs eləyir bizə. Çünki ədədləri double-a
belə deyək, təyin eləməlidir. Mən bunu bu şəkildə yazanda bilirsiniz necə olur? Mən bura mötərizə qoydumsa mən bunu çağırmış oluram. Bunu çağırmaq lazım deyil. Sən bunu çağıranda buna bir dəqiqə qiymət verməlisən ki, sən o üçün ayrıca bir hesablasın nəticə və o sənə lazım deyil. Mən istəyirəm ki, bu ədədlərin hər birinə bunu tətbiq edək. Onda bunu elə sadəcə adın yazıb çağıracağıq ki, map öz işini görəcək. Map nə edəcək? Ədədləri götürəcək, double-da istifadə edəcək. Nə dövrlə eləyirmi, tək-tək daxil eləyirmi, o öz işidir. Mənə nəticə lazımdır, nəticəni verəcək bu şəkildə. Məsələn, bu da def-lə istifadə eləyərək məsələn, verə biləcəyimiz bir nümunə idi. Sonra məsələn, başqa nümunələr də işləmək olar. Sizə uşaqlar zəng gəlir. Məsələn, biraz fərqli bir nümunə işləyək sizinlə. Əsən deyəsən sənin o proyektindən xəbər var. Oradan zəng gəlir də. Kursdan sonra şey eləyərəm indi. Əlaqə saxlayıb məlumat verərəm. Söz uzunluq. Burada məsələn söz yazaq. Belə bir də məsələn funksiya yaradıram. Burada len funksiyasından da istifadə edək ki, lap biraz şey olsun, inteqrasiya olsun. Burada yazıram söz. Onu yazdım. İndi mən sözlər yazacağam bir dənə siyahıdan. Bu sözlərin uzunluğunu tapsın hər biri mənim üçün məsələn. Map mənim üçün bunların hər birinin uzunluğunu tapsın. Alma, heyvan. Məsələn, nar. Necə edəcək? Baxaq. Result adında dəyişən yaradaq. Siyahıya yığsın. Map'i yazdıq. Bir də mötərizə açdıq. Burada bir dənə funksiyamızı yazırıq. Funksiyamızın adı ilə söz uzunluqdur deyə onu yazırıq. Mötərizəni silirik. Mötərizəni silməsək xəta verəcək. Və siyahımızı bura daxil edirik. Nə edəcək? Bu siyahdakı sözləri götürəcək. Taynətər bu sözün yerinə qoyur, öz işidir. Yenə də biz qarışmırıq ora. Sadəcə print eləyəcək rezultatı ki, görək bizə nəticəni 4, 5, 3 verirmi, verirmi? Verir. Bax, bu da belə. İndi. Məsələn, hər bir ədədi 10-a vurmaqdır, falandır, 5-ə vurmaqdır, 6-ya vurmaqdır. Bunları eləyə bilirik. Gəlib biraz da fərqli bir nümunə işləyək. Məsələn, sözlərlə ədədləri birləşdirmək kimi bir funksiyadan istifadə edirik. 2 dənə yəni siyahımız olsun, onları bir-birinə birləşdirək. Məsələn, kombin adında bir funksiya yarada bilərik də. Birləşdirməkdən gedirsə söhbət. X, Y. Return edirəm f x-dan məsələn y. Burada necə birləşdirmək olacaq? Yəni məsələn x-in yerində ədədlər duracaq, y-in yerində sözlər. Bu şəkildə yəni. Ədəd. İkinci hissə görə cəmi artırdıq da bunu. 1, 2, 3. Söz. Burada da olsun məsələn də. 1. Belə qoyaq adlarını ki, lap bunları görə uyğunlaşdırırıq bu şəkildə. Yəni bunların əslində maraqlı nümunələr çıxarmaq olur. Lamp deyinə. Mənim məsələn elədikcə ağlıma gəlir. Yəni də rezultatında dəyişən listə yığırıq. Map işin görəcək. Funksiyamızı yazırıq. Kombin. Deyəsən səhv yazdım funksiyanın adına. Kombin funksiyasını yazdıq. Mötərizəsini sildik. Birinci indi daxil edəcəyim x-a getməlidir. İkinci daxil edəcəyim də y-ə. Burada bir dənə mən təzədən yazım. Aha, iterable 2-ni soruşur bizdən. Yəni ikinci bir iterable daxil edəcək ki, buna gedəcək. Iterable 3 də budur.
Təzədən. Görüm, gəlir o. Yox, bu iterable 1-dir. Iterable 2-ni sonra daxil edəcəm. Mən deyirəm, bu belə olmalı deyil çünki. Burada 2 dənə dəyişən varsa, birinci bu olacaq, ikinci də bu. Ədədçi yazdıq, ədəd gedəcək x-ların yerinə. Sonra da sözü yazırıq. Bunun biz arxa planı məsələn fikirləşmirik. Məsələn, bunun arxa planını fikirləşsək, sən deyəsən ki, burada nətər ədədsizlərini götürdü, x-in yerinə qoydu, sözdəkilərini götürdü, y-in yerinə qoydu. Təbii ki, özü arxada dövr belə operatorlarından istifadə edərək bunu yerinə yetirir. Məsələn, biz bunu eləsək, təbii ki, dövrlə eləyəcəyik. Gələcək 6-7 sətrə çıxacaq. Axırda da yəni nəticə məsələn eyni alınacaq. Amma map məsələn bu 4-5 dənə dövrü özündə birləşdirir və işini görür. 1, 1, 2, 2, 3, 3. Bu məsələn belə. Gəlin faktorialı məsələn tapaq. Bir funksiya işləyək. Faktorialı əslində mat modulunu çağırıb da eləmək olar. Sizlə heç defdə faktorialı məncə yazmamışam. Amma sadəcə belə də yazmaq olar. Import mat 2 sətrə. Def faktorial eləsəm məsələn mən burada. Burada da return mat.faktorial yazsam bəs edir mənim üçün. Bu faktorialı bizim üçün tapır. Sadəcə bizim modul keçməmişik deyə. Def fakt yazaq. X-imizi yazaq. Faktorialı indi yazmaq biraz bizi fikirləşdirəcək, düşündürəcək, amma yaza bilərik. Məsələn, bunu necə yaza bilər? Burada biraz dövrdən istifadə edilir. Dövrlə yazmaq olar məncə. Dövrlə, hə. Dövrlə yazacaq təbii ki, bəli. Məsələn, if x birinci hansı şərti qeyd etməliyik? Faktoriala məsələn x-la x-a 0-la 1-i verəndə nəticə bizə nə verməlidir? 1 verməlidir. Ona görə bir dənə o şərti məsələn qeyd edirik. x0 or x bərabər 1 olsa, return eləsin məsələn 1-i. Bir dənə bunu məsələn qeyd edirik ki, bu hər dəfədə. Bax, burada biraz diqqətli olun. Əslində bunu biz funksiya içində funksiya çağırmaq söhbəti var da. Məsələn, orada biraz danışmışdıq bu haqda. Ola bilər ki, məsələn, yadınızdan nəsə çıxsın. Burada biraz qarışıq bir struktur var. Return edirik x-la nəyin hasilin? X-la faktorial deyə beynimizi qarışdırmasın. X minus 1-in hasilin. Yəqin ki, sən də belə fikirləşirdin. Bəli. Məncə. Bu rekursiv çağırışdır. Rekursiv çağırış bilirsiniz nədir? Mən sizə həmişə demişəm ki, bu funksiyanın nəticəsini returnla verirsənsə, bu özü bir ədədə bərabər olur, düzdür? Yəni bunu məsələn sizə dəfələrlə bunu izah eləmişəm. X-a məsələn vermisən 5-i. X-a verdim 5-i. Necə dəqiqə? Hə. 5-i vuracaq nəyə? Gələcək məsələn faktorial x minus 1. Burada da olacaq faktorialın qiyməti nə? 4. Bu x minus 1 4-ə bərabər olacaq da, düzdür? Elə bir ki, belə bir şey olacaq. Bir dənə bu hissəyə diqqətlə fikir verin. Məsələn 5 yazanda bu gəldi. 5-i bura gəldi yazdı. 4 yazanda necə olacaq? Həmçinin yenə təzədən fakt funksiyasını çağıracaq. 4-ə məsələn qoyub x-in yerinə. X 0-a bərabərdirmi, yaxud da 1-ə bərabər? Xeyr. Else-də nədir? X-i yazacaq. 4 vurulsun. Sonrasını bir dəqiqə dayanırsan. Tam sıfıra kimi gələcək. Bəli. 4-ü yazdın. 4-ü gətirəcək, bu x-in yerinə qoyacaq. Olacaq bu 3. Yenə faktorial 3-də necə olacaq? Yenə bu funksiya çağırılacaq. 3-ü məsələn 0-la 1-lə yoxlayacaq. Yox, deyil deyə else-də gələcək. Return x var artıq. Burada da vurma işarəsi var da axı. Bu faktorial 3-də demək bir dənə də 3 bura gəlir. İndi 3-ü gətirəcək, qoyacaq burada yerinə. Olacaq faktorial 2. Bu nədir? X bir dənə vurum.
Hə, faktorial 2 yenə 2-ni yoxlayacaq, bu şərt ödəmədi. Else-də x-in yerinə qoyacaq, gələcək bir dənə bura 2 yazacaq. Və nəhayət burada gələcək 2-ni bura qoyanda olacaq faktorial 1. X-imiz 1-də axı, x 0 deyil, amma 1 olduğuna görə return verəcək 1-i. Və bu şəkildə bizim faktorialımız hesablanacaq. Aydın oldu bu. Rekursiv funksiya necə işləyir? Bax, Hər biri üçün təzədən funksiya çağırır. Hər biri üçün dəfələrlə funksiya çağırır. Ta ki hara qədər? Bu şərti verənə qədər. Yəni 1-ə qədər bunlar balacalaşmalıdır. Sən buna istəsən 100 versin, 100 qədər 100 dəfə bunlar belə balacalaşa gedəcək. Mən özüm belə yazmadım ki, biraz maraqlı olsun. Bunu da məsələn demiş olaq. Yəqin ki, mən həmişə bunu məsələn izah eləyirəm uşaqlara faktorialı keçəndə. Sizdən nətərsə fikrimizdən çıxıb. İndi məsələn, map funksiyasından bunu əlaqələndirək. Map funksiyasına bunu əlaqələndirək. Gəlirik burada bir dənə ədədlər adında bir dənə təzədən siyahı yaradırıq. 1, 2, 3, 4, 5. Bir dənə də result adında dəyişən yaradırıq. List verək. Sonra map verək. Funksiyamızı yazırıq. Fact funksiyasını yazırıq. Bir dəqiqə mötərizəni bir sildim. Mən ağarıram, ədədləri gətirirəm bura. Daxil eləyirəm. Print eləyək bir dənə result. İndi çap eləyək. 1, 2, 6, 24, 120. Düz verdi, düz verdi. Aydın oldu. bax. Tamam. Map funksiyasında başa düşdük məncə. Map funksiyasında bir problem qalmadı ki. Xeyr. Tamam. Onda gəlin lambda üzərindən digər built-in funksiyalar var. Məsələn, onları izah eləyək. Mapdən sonra məsələn gəlir. Map haqqında sual var, Vaqif? Xeyr müəllim, aydındır. Bir dənə sizdən o istəyirəm ki, bu map'i ən azından bu gün yaxud da sabah 2 gün sonra da baxsaz belə, indi sabah dərs keçəcəyik yenə. Nümunə işləyin biraz. Az da çox da nümunə işləyin ki, əlinizə məsələn yatsın bunun yazılışı. Biraz yaddan çıxan bir şeydir. Yəni açıq deyim, bu uşaqlar çox yadda saxlaya bilmir. Yəni nəyi yadında saxlaya bilmir? Strukturun yadında saxlaya bilmir. Fikirləşir ki, burada map'i necə istifadə edəcəkdim? Mötərizə harda qoyacaqdım? Nə bilim, iterable hara yazacaqdım? Funksiyanı hara yazacaqdım? Biraz bunlar yaddan çıxanda onlara diqqət eləyin, yaxşı olacaq. Bizim vaxtımız hələ vaxtımıza var. Filter funksiyası bəs nədir? Filter funksiyası hər bir siyahını şərtə uyğun elementlərin süzəcəkdir. Yəni elə bir fikirləşin. Filter funksiyası. Bunun strukturu necədir? Filter yazarsan, mapdəki kimi funksiyanı, nə bilim, ingiliscə Azərbaycan dilində qatışdırdım. Sonra da iterable yazacaqsan. Iterable bildikdə nə anlayışıdır? Yəni bu range olan bir hər hansısa bir tip olsun. Nə bilim, tuple, siyahı, set. Yəni orada illaki bir ədədlər, bir yığım olmalıdır, bir toplum olmalıdır. Və iterable odur. Azərbaycan dilində tərcüməsi gəlin görək nədir? Mən özümə də məsələn maraqlıdır. Təkrarlana bilən. Yəni çoxluq mənasını verən bir şey. Yəni burada təkrarlanan deyəndə nəyi nəzərdə tutulur? Yəni bir element dəfələrlə təkrarlanır. Yəni hamısı 1-dir deyə, hamısı 2-dir deyə demirlər iterable-dır. Aha, məsələn nümunə yazaq. Bir dənə nümunə yazaq. Yenə ədədlər adında bizim bir siyahımız olsun. 6 verək buna. Lap şərt də qoyaq məsələn nə? Cütləri məsələn yazan bir şərtimiz olsun. İndi bunu necə eləyəcək? Bura məsələn diqqətlə fikir verin. Çoxsu eyni strukturdur. Məsələn bir dənə map'in əvəzinə sən filter yazacaqsan, sonra burada funksiyanı qeyd edəcəksən. Yenə funksiyamızı məsələn lambda ilə qeyd edək. Təzə keçmişikdən. Lambda x verirəm. Sonra düsturumuz kimi də bunu verirəm ifadəmizi. X faiz
2 bərabər 0 vergül. Artıq biz bunu belə vermişik deyə, o özü bunu bir şərt kimi başa düşür. Özü bunu bir şərt kimi başa düşür və bayaq məsələn Həsənin verdiyi sualda biz filtri keçməmişdik deyə. Məsələn mən onu dövrlə elədim. Amma filtrlə də görəcəksiniz ki, onu daha rahat eləmək olur. Biz onu mapdə elədik, yoxsa lambda da elədik? Yox, lambda da elədik. Həsən onu filtrlə daha qəşəng eləyəcək indi. Burada da ədədlər yazırıq və print eləyirik nəyi? Cütü. Çalışdırdıq 2, 4, 6. Neynədi? Cütləri bizim üçün götürdü və çap elədi. Filtr aydındır. Məsələn, bunu da yenə 1 eləsəm, təkləri məsələn götürəcək. 1, 3, 5. Sənin yəni funksiyanın düsturu bir şərt olur artıq. Sənin funksiyanın düsturu bir şərtdir burada. Ki, sən onu vermisən. Və həmin onu, bu da necə başa düşür filtr? Məsələn, deyir ki, sən burada bir dənə if vermisən ki, məsələn, bu şərti ödəyənlər götürülsün. Ədədlər də heç nə. Bu siyahıdan həmin şərti ödəyənləri götürür. Olur, o həmin götürülənlər x. X-ın qiyməti olur. Və daha x-i qoyur ora. Həmin o şərti ödəyənlər lambdanın qiyməti olur və onu filtrdə məsələn seçir və götürür. Bunu başa düşdük filtrə aid. Hə. Və burada yəni başqa bir nümunə işləyəcək bir vəziyyət yoxdur əslində. Düzdür, bunları inteqrasiya ilə qəşəng bir proqram yazmaq olar, o heç. Amma hələ ki qısa-qısa məsələn izah edeyim. Axırda bir birləşdirib yazarıq. Eyni funksiyası var. Eyni funksiyası da elə çox istifadə olunan bir şey deyil. Eynindən biz istifadə eləmişik. Sadəcə bu şəkildə yox. Biz eyninin bir dövrün içində səhv eləmirəmsə istifadə elədik sizlə keçən proqramlarda. Mən onda şey demişdim. Yəni heç olmasa bir dənə true verməlidir. Heç olmasa bir dənə true şərti olsun ki, eynidə sənin üçün nəticə qaytarsın, dəyər qaytarsın. Məsələn, belə bir siyahımız var deyək ki. Yəni bunda struktur deyən bir şey yoxdur. Yəni bu filtrlə map kimi bir şey deyil. Ona görə elə bu şəkildə göstərirəm. Məsələn 0 false 5. F-ni böyünə yazmaq lazımdır. Hə. Safrullah deyirəm. Print eləyirəm. Məsələn eyni e. Cavabı true verəcək. Bilirsiz niyə? Çünki burada 2 dənə false olduğuna baxmayaraq 5 true bir dəyərdir. Yəni doğruluq göstərən bir dəyərdir. 5 true olmaya bilər, amma birdən böyük olduğuna görə, 1 də olmadığına görə, yəni birdən 1 olmasa da birdən böyük olduğuna görə də bunu məsələn true kimi götürə bilər. Amma gəlin məsələn bunu da 0 yazım. False verəcək. Yəni heç olmasa bir dənə true dəyəri olsun ki, sənin üçün orada işləyən bir prinsip yaratsın. Yəni eyni'nin məqsədi budur. Ən az bir dənə sənin true dəyərin olmalıdır. Bu belə çox istifadə olunmur. İndi axırda məsələn deyərək harda istifadə etmək olar. Dediyim kimi məsələn bir proqram daxilində, bir funksiya daxilində ən az bir dənə sənin üçün tutarlı bir şey olsa, bu proqramı çap eləsin deyə işləyir. Yəni sənin şərti bir dənə də bir vahid ödəsə belə, onu işlətmək üçün istifadə edə bilərsən eyni'ni. Dediyim kimi çox istifadə olunmur. Sadəcə axırda yaxşı nümunələr işləyə bilərik. Yəni eyni'nin anlamını başa düşdünüz. Bunlar built-in deyil. Yəni built-inlər bunlardır. Built-inləri biz bilirik. Sizlə izah elədik. Məsələn, olu izah eləyək. Olla eyni biraz eyni tipdə, amma oxşar deyillər. Onların fərqləri var. Olda isə fərq odur ki, listdə bütün elementlər true-dursa true verəcək, false-dursa false verəcək. Məsələn, A adında yenə bir dənə siyahı yaradıram. 1, 2, 3, 4 mənim true. Print edirəm. All A və verəcək true-nu.
Amma yəni biri true, biri false olsa, təbii ki, false qaytaracaq. Yəni mən bir çaşıb şey dedim, bütün elementlər false olsa false qaytarır. Yox, məsələn bura bir dənə 0 atsaq, false qaytaracaq və yaxud da hamısını 0 eləsək, yenə bizə false qaytaracaq. Olda yəni ancaq true almaq üçün bütün elementlərin true olmalıdır. Bunu məsələn bunu da istifadə eləmək olar. Yəni eynidən fərqli olaraq bunu istifadə eləmək olar. Bu daha çox bilirsiniz nəyə bənzəyir? Məsələn bu or kimi fikirləşin bunu. Bunu da and kimi fikirləşin. Ki sənin əlində bir siyahı var. Deyirsən ki, məsələn bu siyahıda bu qaydalara, bu şərtlərə tabe olan hər kəsi məsələn alın. Ən azı bir nəfər o şərti, qaydanı pozursa, heç kimi işə götürməyin. Məsələn belə bir şey deyirsən. Belə bir sərt məsələn rejimin var. Məsələn onda oldan istifadə eləyirmiş kimi düşünün. İndi mən biraz qəliz nümunələr verəcəm, amma yəni o tip ola bilər də indi kiminsə proqram daxilində ki, məsələn bu şərti qoyursan. Məsələn daha güclü təhlükəsizlik üçün eləyə bilərsən bunu. Ki ən azı məsələn hamıda məsələn deyək ki, parol doğrudursa, məsələn proqram dayansın. Yox, əgər bir nəfərdə parol dəyişilibsə, orada bir dənə təhlükəsizlik boşluğu baş veribsə, yəni false versin. False da verəndən sonra tədbirləri görürsən, təhlükəsizlik tədbirlərini görməyə başlayırsan. Yəni başa düşdünüz, yəni o necə izah edirəm, nə mənasını gətirdiyim. Sorted. İstifadə etdiyimiz bir funksiyadır əslində. Yəni bildiyimiz sortdan heç bir fərqi yoxdur. Bu built-in funksiyadır. Məsələn, ədədlər adında yenə bir siyahı yaradaq. 4, 5, 1, nə bilim 3, random bir sıra ilə düzək. Sonra bunları sorted eləyək. Yəni bildiyimiz, yəni hamı təxmin eləyəcəyi bir şey eləyəcək, düzəcək bunları artan sıra ilə. Yəni sorted-i məncə izah eləməyə ehtiyac yoxdur. Sadəcə bir nümunə bəs eləyər. Minimum, maksimumdur. Məncə bunlara da ehtiyac yoxdur. ABS-i bilmirəm demişəm ya yox. ABS-i məsələn gəlin bir dənə sizə göstərim. ABS moduldur. Yəni bizim bildiyimiz riyaziyyatda modul var ya, bax odur. Ki bunun verdiyi nəticələr həmişə müsbət olmalıdır. Məsələn, print ABS -3. Mənfi üçün modulu müsbət 3-dür. Sən bura gəlib print ABS 2 yazsın, 2-ni də verəcək. Çünki nəticə həmişə müsbət olmalıdır modulda. ABS yəni modul işin görür bizim üçün. Absolution deməkdir. Samı bilirik, ədədləri toplayır. İndi məsələn round var. Müəllim. Bəli. Bir dəqiqəyə çıxıb gələ bilərəm. Zəng gəlir, evdən yığırlar. Olar. Olar. Uşaqlar, mən səsim şeydir, dəyişmədir. Məndə biraz echo verirdi. Bilmirəm Vaqifin mikrofonuna görəymiş yoxsa necə. Yaxşıdır, məncə Vaqif dedi. Çünki mənə də belə səsi biraz qırıq gəldi də. Vaqif səs açanda mənim səsim echo verdi, ona görə deyirəm. Birdən məndə problem olar. Onda sizin ona kimi məsələn bu keçdiyimiz funksiyalardan nə suallarınız var? Hələ ki bir problem falan varmı? Başa düşmədiyiniz? Aydındır mən. Tamam, onda biraz gözləyə görək. Lap yaxşı. Biraz Vaqif gələnə qədər bir dənə nümunə var ağlımda. Lambda daxilində şərt vermək məsələn. Biz onu necə eləyə bilərik? Baxın. Məsələn, max ədədi tapan bir funksiya yazmaq istəyirəm. Deyək ki, lambda nə deyirəm? Lambda AB. AB arasında maksimum hansıdır o məsələn şey eləmək istəyirəm. Burada biraz fərqlidir. List conferentions'da məsələn keçmişdik də biraz bu tip strukturu. Bir sətirdə şərti versən, dövrü versən və s. Nəticəni də versən. Burada sən Vaqif gəldi.
Bəli. Hə, tamam. Elə indi başlayırdı Vaqif. Bir dənə qısa nümunə göstərmək istəyirdim. Elə sən də yerinə düşdün. Məsələn, deyirəm ki, iki ədəd arasında maksimumu tapmaq istəyirəm. Bunu lambda-dan eləmək istəyirəm və if else-dən istifadə eləmək istəyirəm. Necə eləyəcəm? Təbii ki, mənim burada bir dənə if-im olacaq, bir dənə də else-im olacaq. Qoşa nöqtə olmayacaq, çünki bir fərqli strukturdur. If-in nəticəsini if-dən qabaq yazacaqsan, else-in nəticəsini else-dən sonra. Else-in nəticəsini məsələn B yazıram. If-in də nəticəsini A yazıram. Ki məsələn if-dən çıxan nəticədə true-dursa A-nı versin. Else-dən çıxan nəticə true-dursa B-ni versin. Belə bir şey eləyirəm. If-in şərtini məsələn yazaq. A böyükdür B. Məsələn şeyi tapırıq da, maksı tapırıq. Əgər A B-dən böyükdürsə A-nı versin ki, bu maksimumdur. Əks halda da B-ni versin. İndi print eləyək. Məsələn max. Hətta mən bura gəlib 10, 11 yazanda burada bir hesablama əməliyyatı yoxdur. Sən yəni bura bir ifadə yazırsan da, fərqi yoxdur. Bu düstur da ola bilər, bu şərt də ola bilər, bir dövr də ola bilər. Hər hansısa bir şey. Bir proqram da ola bilər. Yəni burada sən xüsusi bir proqram belə yaza bilərsən. 10-11 arasında demək nə edəcək? 10 A-dır, B 11-dir. 10 11-dən böyükdürmü? Xeyr. Else işə düşəcək deyə B-ni verəcək bizə və funksiyanın da nəticəsi 11 olacaq. Və yaxud da bunu da 15 eləyək. Estağfurullah deyək. 15. Bunlar da bərabər eləsə, yəni hamı bilir ki, else-ni verəcək, 11 verəcək. Yəni elə maksimum 11 özüdür. Bərabərdir şərtini indi tabura necə yazaq? Bu da belə. Həsən deyəsən split istifadə eləmişdi string metodun map-dən, hə? Gəl bizdə capitalize eləyək məsələn, capitalize-dan istifadə eləyək. Random atdım, yəni hər hansısa biri string metodunu götürək. Məsələn sözlər adında bir dənə dəyişən yaratdım. Bura nə bilim, hər hansısa bir sözlər yazaq. Salam world. Elə lambda. Belə məsələn sözlər yazdı. Bir dənə capitalize adında dəyişən yaradaq. List verək, map verək, lambda verək. Bir dənə şeydə, yəni iki dənə funksiya var artıq burada. Lambda, söz və hər bir sözü bütün hərflərin böyüyünə yazmaq istəyirsə upperdən istifadə edəcək. Sadəcə baş hərfləri böyüyünə yazmaq istəyirsə capitalize-dan istifadə edəcək. Bircə dəqiqə. Söz nöqtə capitalize yazdım. Hələ ki bizə bir şey vermir. True-luq bir şey vermir. Ona görə yavaş-yavaş yazıram. Ta ki. Mən bura gəlib sözləri yazana qədər. Mən bura gəldim, sözləri yazdım. Print eləyə capitalize-dır. Görək bu ehtiyatla yazdığımız məsələ nə yerdə qaldı. Python salam world lambda. Nəyə görə burada ehtiyatla dedim yazaq? Çünki özünüz fikir verdinizsə, mən bura nöqtə qoyanda bizə tipinə aid bir şey gəlmir deyə. Capitalize bu şəkildə yazılırdı. Hə. Adam məsələn biraz qorxur ki, yəqin mən bunu səhv yazmışam, yəqin düz yazmışam, yəni onu bilmir. Niyə görə əslində gəlmir? Çünki sən burada yazdığın bu atribut ki var, söz. Bax bunun tipi hələ bəlli deyil. Bunun tipi haçan bəlli olacaq? O ki sözləri də verdin ha sən. Sözlərin içindəki elementlərə baxacaq. Görəcək ki, burada hər bir element stringdir. Ondan sonra başa düşəcək ki, bu stringdirsə bunun üzərində bu əməliyyatı eləyə bilərik biz. Mən burada götürüb birinə bir dənə ədəd atım. Xəta verəcək. Integerə sən capitalize atributunu istifadə eləyə bilməyəcəksən. Yəni burada məsələn orada bəlli olacaq ki, bunun tipi budur, amma capitalize o tipə aid deyil. Amma burada xətanı vermədi. Çünki hələ də məsələn sual altındadır ki, bunu görəsən düz yazıb yoxsa yox. Sual işarəsini tamamladım. Hə. Ta ki elementlərə baxanda gördük ki, stringdir. Stringdirsə, stringlə capitalize işlənirmi? İşlənir.
və problem olmur. Aydındır bu. Tamam. Bəli. Şərt verməyə də başa düşdük də yəqin ki. Tamam. Bəli. Məsələn, lambda-dan filtri məsələn bir yerdə işlədək. Məsələn, o da yaddan çıxmasın. Deyək ki, ədədlər adında bir dənə nə bilim belə bir siyahımız olsun. Buradan məsələn nəyi götürək? 3-ə bölünənləri götürə bilərik. 3-ə bölünənləri məsələn götürmək istəyirəm. Bölmək 3 qoyaq adı. List verirəm, filter verirəm, lambda verirəm. X. Səyid, sənin də bir sualın olsa yaz cinan, yəni mütləq yaz. Təkrara baxın. X, Y, 3. Elə bilərsən yadımızdan çıxmısan. Nəzərimdəsən burada. X, Y, 3. Belə, nə etmək lazımdır? Demək, biz deyirdik ki, buradan 3-ə bölünənləri götürürük. 3-ə qalıqsız bölünən bir belə bir şərt vermişik bura. Yəni, if-dən istifadə edəmirəm, if-ə ehtiyac da yoxdur. Çünki bir siyahıdan gedir söhbət. Yəni, bunun nəticəsi bir ədəd olmayacaq, bütöv bir ədəd olacaq deyə. Yəni, çoxlu ədədlər olacaq deyə. Şərtimizi bu şəkildə qoyuruq və bu şərti ancaq ödəsin istəyirik. Mənə else maraqlı deyil. Mən burada nətər deyim, başqa bir proqrama gətirib çıxarmayacağam. Sadəcə bu siyahı var, mənim bir çərçivəm var, sərhədim var və bu sərhədin içindən 3-ə bölünənləri götürməliyəm. Ona görə bir dənə şərt qoyuram mən burada. Və ədədləri veririk bura. Ədədləri veririk bura. Print eləyirik bölmək 3-ü. Tap eləyək. 3, 9, 12, 15, 12. 12 2 dəfə yazmışam deyəsən. Hə. Yəni də bildiyimiz nə nədir? Ədədləri bir dənə dövrlə iterasiya elədi hər biri. Sonra onlara şərt qoydu ki, bunların 3-ü bölənləri təzədən bir dənə siyahıya yığ və nəticəni veribsən. Eyni məsələn 3-5 sətri bizim üçün bir sətrə həll elədi. Və bu şəkildə. Başa düşdük bunu. Aydın oldu. Aydındır ben. Aydındır mən. Belə, yəni bugünkü mövzular əslində bu qədərdir. Belə. Əsas yəni məlumat xarakterli idi bunlar. Növbə bir dərs bundan sonra ayrı bir mövzumuz var. Try exit, error handling mövzusu var. Onları keçəcəyik. O da bir 2 dərs ya da o gedəcək. Sonra nəhayət klasslara başlayacaq. Yəni ayın axırına kimi klassların müəyyən bir hissəsini keçəcəyik və klasslar böyük bir mövzudur. Object oriented yəni proqramlaşdırması, obyekt yönümlü proqramlaşdırma deyirlər ona. Onu diqqətli şəkildə, yəni o dərslərdə ona görə istəyirəm ki, iştirak edəsiniz. Yəni biraz çətinliklərimiz ola bilər. Ona görə mütləq altı bazara saldım ki, yəni real olaraq görməyiniz daha yaxşıdır. Ki sualı məsələn momentində verəsiniz. Növbəti dərsə qədər yadınızdan çıxmasın. Belə. Kimin nə sualı var bugünkü mövzularla bağlı? Aydındır hər şey mən. Demək, nə keçdik? Lambda-nı keçdik, map-i keçdik. Bunları bilirdik onsuz da. Filtri keçdik. Eyni idi, oldu. Bunları məsələn keçdi yazmaz. Sonra nə keçdik? Yəni əsasları keçmişik. Bir şey qalmadığına görə məncə bitdi. Siz lap bir dənə də inteqrasiya eləyib bir dənə kiçik bir nümunə işləyək. Sonra da lap şeydir. Sağollaşaq, yəni tam aydın olsun deyə deyirəm. Sən bir dənə nümunə fikirləşək ki, içində map da olsun, filter də olsun, lambda da olsun. Maraqlı olsun da əsas odur.
Ağlınızda hələ ki bir şey yoxdursa eləyək. Dayı. Görəyin nə? Eləyək mən. Fikirləşirəm görüm necə demək olar. Sadə bir şey istəyirəm əslində. Ya bir dənə çətin də eləyək lap. Sadəsi necə olar? Ki içində həm map olsun, filter olsun, lamp olsun. Deyək bunu məsələn istəyiriksə, sadə məsələn bunu eləyə bilərik. Məsələn ədədlərimizdir. Siyahıdan cütləri seçəcəyik, sonra cütləri kvadrata yüksəldəcəyik. Məsələn belə bir şey eləyə bilərik. Necə eləyəcəyik? Bir dənə ədədlər adında siyahı yaradıram. Yarada bilmədim. Hər hansı belə bir random bir siyahı yaradaq. Cütləri seçən bir dənə funksiya yaradaq. Cütləri nə ilə seçəcəyik? Filtrlə yoxsa maplə? Fikriniz nədir bu haqda? Filtrlə olar məncə. Filtrlə, bəli. Çünki map bilirik də. Məsələn, mən dedim ki, şey edəcək, cütləri seçib kvadrata yüksəldəcək. Birində seçməkdir. Yəni süzgəcə salırsan, elə bir ki, oradan yəni nətər deyim, saf-çürük eləyirsən ki, bunlar mənə lazım olanlar qalsın. Məsələn, filtrasiya edirsən. Bir də var ki, hamısına eyni şeyi tətbiq edirsən, kvadrata yüksəltmək. Və o da mapin işidir. Məsələn, bu şəkildə yadınızda saxlayın. Filtr edirəm, bu lamp da x faiz 2 bərabər 0. Sonra hardan məsələn ədədlər içərisindən götürsün. İndi burada bir dənə diqqət edəcəyimiz məqam var. Buradan ədədləri götürdü. Bu şərti də yoxladı. Yeni bir siyahı yaradır da, düzdür? Yeni bir siyahı yaradır ki, o siyahının adı cütlərdir. Bunu bildik də yəqin ki. Burada yeni bir siyahı yaranır. Onun tipi də listdir. İndi mən kvadrata yüksəltmədə ta ədədləri istifadə etməyəcəm. Bu yeni siyahını istifadə edəcəm. Məsələn, kvadrat adında bir dəyişən yaradıram. List map lambda x-imizi da yazaq, y yazaq, fərqi yoxdur. Y kvadrat 2. İndi burada mən gəlib ədədlər yazmayacağam. Seçilmiş də cütlər lazımdır. Axı mən cütlərin kvadratı. Cütlər yazacağam. Print də edəcəm kvadratı. Bir dənə də çap edirəm. 16, 36, 64, 144, 196. Həqiqətən bu 4-ün, 6-nın, 8-in, 12-nin, 14-ün kvadratıdır. Cütlərin kvadratını bizim üçün seçib yazdım. Bu məsələn üçünün də istifadə edildiyi bir sadə nümunədir. Düzdür? Başa düşdün mü sən bunu? Filtr cütləri seçir, lambda kvadrata yüksəldir cütləri. Bu qısa sadə bir koddur. Məsələn, sonra bir çətin nümunə fikirləşirəm ki, çətin nümunə işləyək. Görüm nə yazmaq olar. Bir dənə də qəşəng bir şey tapa bilsəydik. Tamam, məsələn, gəlin belə bir şey işləyək. Ağlımda məsələn belə bir nümunə var. Siz başqa bir mövzuda işləmək istirdim, amma elə bura gəldisə burada işləyək. Məsələn, necə eləyək? Siyahı verir də. Yəni təbii ki, bu nümunələri siyahı üzərindən fikirləşmək lazımdır. Siyahıda məsələn yaşları verək. 19, 20, 34, 42, nə bilim, 23, 17. Belə bir yaşlar verək. Mən belə fikirləşirəm ki, belə bir şey eləyəm. Sən yaşı 18-dən böyük olanları seçəcəyik. Sonra onların yaşlarına görə təcrübə məsələn müddətini hesablayaq. Elə çətin bir şey deyil, amma yəni siyahı ilə əlaqələndirək deyə biraz maraqlı olsun.
Bir də məsələn bunu işləyək, məncə sizdə bir problem qalmayacaq. Yaşları verdik. 18-dən yuxarıları filtrdən seçəcəyik. Bunu necə yazaq? Məsələn, işləyənlər yazaq. İşləyənlər kimlərdir? 18-dən yuxarı olanlar. Filter lambda x. Şərti indi gəlin görün necə qoyacağam. X böyük 18. Yəni if zada ehtiyac yoxdur. Prosta x böyük 18. Hardan? Siyahıdan. Dediyim kimi bu şərti bura tətbiq edirik. Bunun daxilinə. Və onun daxilində 18-dən böyük olanlar hansılardır, onu götürsün siyahıdan. İşləyənlər siyahısına aid eləsin. İndi seçilən bu yaşlar ki var, işləyənlər. Onların təcrübə ilə məsələn hesablayaq. Təcrübə ili adında bir dəyişən yaradıram, list edirəm. Yenə mapdən istifadə edəcəm. Lambdadan istifadə edəcəm. Burada nə bilim verək yaş dəyişənimiz biraz uyğun olsun. Yaşdan çıxırıq 18-i. Bu yaşla nə olacaq? İşləyənlərdəki elementlər. İşləyənlərdəki elementlər bu yaşa bərabər olacaq. Sonra o yaşdan da 18-i çıxacaq. Bu da belə. İndi print eləyək. Eləyə bilsək. Print f-string ilə lap maraqlı yazaq. 18-dən yuxarı şəxslər və ata işləyənləri print bir də onların təcrübə illəri. Yəni belə bir şey eləyək. O təcrübə ilini atalım. Yəni çap eləyək. 18-dən yuxarı olan şəxslər 19, 20, 34, 42, 20. Onların təcrübə illəri 1 il, 2 il, 16 il, 24 il, 5 il. Yəni belə bir proqram çıxartdıq ortaya. Çox çətin də bir şey olmadı, amma ən azından inteqrasiya elədik, bir-birindən istifadə elədik. Bu da aydın oldu. Bəli. Tamam. Başa düşdüksə heç nə. Bir sual falan yoxdursa, elə bu günlük bu dərsimiz bunlar olsun. Lambda built-in funksiyaları, onların inteqrasiyaları. Artıq növbəti dərsdən error handling mövzusuna keçərik, yəni sabah. Sabahdakı vaxtı necə təyin edək? Yəni rekordu bağlayayım.